Bəh. Bax, bu iki saz yan-yana, gəlay qonşu. Bəli, bu iki saz yan-yana. Bayaq bir saz idi axı, indi oldu iki saz. Yox, iki saz idi. Hə. Ocaqda pişirdik. Hə, birini görmədim də mən. Bəli, kürədə pişirmişik ocaqda, odunla. Odunla, təbii üsulla. Birin Natiq Usta onu manqalın üstündə Bu manqalın üstündə hazırlanır. Ona görə manqal görməmişsiniz, üstündə. amma bu Ay Natiq, Lülə mən nə kebab. qatmısınız? Burada yumurta da görürəm. Kənd yumurtası, Pomidor da qazok. var. Üçay Hə, və burada gözlük, lülə gözlük. kebab, pomidoru ilə, yumurtası ilə, göyərçi ilə, çıxırtma. Hə, də çığırtmadır. Lülə kebab çığırtması ilə. Ətri də, bax tamaşaçılar. Bax siz də bu ətri duymaq üçün, onsuz da ekran vasitəsilə siz görürsünüz. Amma bu ətrini tam yaxından duymaq üçün, bu ləziz təamları dadmaq üçün mütləq üst tutun Beyləqan ailəvi restoranlar. Onu da söyləyeyim ki, hər kəsin cibinə uyğundur. Qiymətlər münasibdir. Hər kəs gəlsin Beyləqan ailəvi restorana. Sən nə hazırlamısan? quzu qovurması tərəvəzli, göbələkli gördüyünüz kimi görünür. Bəh. İyisi qoxusu. Hə, qoxusu tam bir başqadır. Ondan əlavə körpə quzudur, tam çox başqadır. pilə kimi superdə ya da Ha, bizlərdə də o söz var, deyir ki, Quyruq ət yağı. pilə kimidir Bəli, elə. bəli. Hop! Bəli, quyruq yağında özdə Şahil bəy. Hə, elədir. Bəli, hop, Yolunu gedir. göstər, gedir. Quyruq yağında, bir də nehrə yağında hazırıq. Yeməklərimiz ona görə çox dadlıdır. Hər kəsi dəvət edirəm. Bəli, hər kəs dəvətlidir. Gəl belə eləyək. Telefon nömrəsini Natiq, səndə ünvanı Seymur həmişə kimi özünə məxsus şəkildə söyləyir. Mikail bəy, bizim restoranın əlaqə saxlamaq üçün 070 221 10 13 nömrəsindən əlaqə saxlasınlar. Zəng vursunlar, əvvəlcədən rezerv etsinlər. Buyursunlar gəlsinlər. Seymur Usta və Natiq Usta xidmətlərində gələn müştərilərin hər birini. Bəli, və eyni zamanda da İslam müəllim. Deməli, indi söyləyəcək, biz də diqqət eləyəcək ki, ünvan aradı. Deməli, ünvanımız Neftçilər metro stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolun üstündə yerləşir. Yanacaq doldurma məntəqəsindən böyür-böyürə. Gedəndə görünür elə bizim Beyləqan ailəvi restoran. Hər kəsin yolunu gözləyirik. Gözəl məclis eləmək istəyənlər Hə, özəl günlər bəli, üçün də, özəl çünki banket bir zalımız salonu da var, var. bəli. Eyni zamanda orada panorama terasımız var, bəli. Hə, Gözəl. terasda da şəhərin panoramını izləmək olur, Bəli. ləziz təamları da hədiyyələr də öz Bəli. yerində, samavar çayı, meri meyvəsi ilə bərabər soğuk qəlyan altılar da görürəm burada. Bəli. Hazırlayın, yavaş-yavaş